Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün qarışıq suallardan ibarət metodik çərçivə sənədi əsasında növbəti sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri bizim dərs qruplarımızdan yararlana bilərlər. Dərslərimiz Zoom proqramı üzərində canlı olaraq tədris olunur və dərsdən sonra video izahlar qrupa göndərilir. Bundan əlavə olaraq proqram müddəti ərzində 150-dən çox sınaq işlədilir. Bu da sizə imtahanda yüksək nəticə toplamağınıza köməklik göstərir. Əlaqə üçün 051 644 3154 nömrəsinə yazaraq dərslər haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Yeni qruplarımız noyabr ayından aktiv olacaq. İlk sual belədir ki, 6611 kiçikdir n-dən, o da kiçikdir 621 olarsa x-in ala biləcəyi ən kiçik tək ədədlə ən böyük cüt ədədin cəminin rəqəmləri cəmini hesablayın. İlk olaraq 611-dən böyük ilk tək ədəd, yəni ən kiçik tək ədəd 613 olacaq. 620-dən əvvəl ən böyük cüt ədəd 620 olacaq. Və toplasaq 3, 3, 12, 1233. Və 1233 bizim ədədimizdir. Bunun da rəqəmləri cəmi 1 üzərinə 2 üzərinə 3 üzərinə 3 olacaq 9. Doğru cavabımız olacaq B variantı. İkinci sualımız belədir ki, günün keçən hissəsi qalan hissəsindən 3 saat 12 dəqiqə çoxdur. Saat neçədir? Günümüz 2 hissədən ibarət olur. Keçən, bir də qalan. Qalana x desəm, keçən olacaq x plus 3 saat 12 dəqiqə. Və nəticə nəyə bərabərdir? 24:00. X-ləri toplasaq 2x plus 3, 12 bərabərdir 23:60 yazaram. Çünki 23:60 özdə 24:00 deməkdir. 2x bərabərdir 23:60-dan 3:12-ni çıxsaq, qalacaq 20:48. Yəni dəqiqədən də dəqiqə çıxırıq, saatdan da saatı çıxırıq. Hər tərəfi də 2-yə bölsək, 10:24 qalacaq. Həmişə indiki saatı soruşduğuna görə, saat neçədir dediyinə görə keçmiş yerdə aparıb yerinə yazacağıq. 10:24-ün üzərinə gələcək 3, 12-ni. Olacaq 13:36. Doğru cavabımız B variantı. Növbəti bir sual. Aylıq maaşının 0,4'ünü kiraya, 0,20'sini geyimə, 0,25'ni ərzağa xərcləyən bir adamın əlində 240 manat pulu qalırsa, maaşı nə qədərdir? Deməli, onluq kəsirlə verib, biz bunu 0,4 yazacağıq, 10/4 üzərinə %20 üzərinə %25. Və növbəti hissə, bunların cəmini tapaq. Görək nə qədər bu xərcləyib. Qalan da 240-dır. Bunu hər tərəfin 10'a vursam, olacaq neçə? Birbaşa yazacağım 40, üzərinə 20, üzərinə 25 bərabərləşdirdik. Bir də üzərinə 240 gəlsək, tam pulu taparıq. Yəni x manatımızı taparıq. Burada məxrəcə baxırıq. Əgər məxrəc 100-dürsə, deməli x-in yerində də %100-dür. %100-dən biz məlum olanı çıxacağıq.
Yəni %85-i çıxacaq. Bərabər eləyəcək 240 manata. Və buradan olacaq %15 hissəsi 240 olan ədədi tapırıq. 240-ı böləcəyik 15-ə, vuracaq 100-ə. 15-ə bölsək 16, 100-ə vursaq 1600. Deməli bu adamın 1600 manatlıq maaşı varmış. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti suala. Deyir ki, bir bağdan 80 səbət, o biri bağdan isə 86 səbət üzüm yığıldı. İkinci bağdan yığılan üzüm birinci bağda yığılandan 84 kiloqram çoxdur. Birinci bağda neçə kiloqram üzüm yığıldı? Buradakı səbətlər fərqinə baxaq. 84-dən 86 səbətdir, bir də 80 səbətdir. Birinci bağdan 80-dir, o biridən isə 86-dır. Aradakı fərq 6-dır. Fərq 6-dırsa, yığılanlar fərqi də 84-dürsə, 84-ü böləcəm 6-ya, olacaq 14. Yəni, bir dənə səbətdə 14 kiloqram üzüm var. Və 80 səbətdə neçə kiloqram olar? Biz 80-i vuracaq 14-də. Bu da bizə verəcək 1120 kiloqram. Doğru cavabımız B variantında qeyd olunub. Keçirik növbəti suala. 4 ardıcıl cüt ədədin cəminin altda bir hissəsi 46-ya bərabərdir. Bu ədədlərin ən böyüyünün 4də 1 hissəsini tapın. 4 ardıcıl cüt deyirsə x, x plus 2, x plus 4, x plus 6. 4 ardıcıl deyir. Və bunun cəminin 6da 1 hissəsi 46-dırsa, 6da 1 hissəsi 46 olan ədəd tapırıq. 6-nı vururuq 46-ya, eləyir 276. Və x-ları toplasaq 4x plus 12 bərabərdir 276-ya. 4x bərabərdir 276-dan çıxırıq 12-ni 264, x də bərabərdir 66-ya. Və ən böyüyünün 4də 1 hissəsini 66-nın üstünə 6 gəlsək, ən böyük olacaq 72. Və bunun 4də 1 hissəsi bizə neçə verəcək? 18 verəcək. Doğru cavabımız olacaq C variantında. Növbəti sual. Radiusu 8 cm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetri bərabəryanlı trapesiyanın perimetri ilə eynidir. Əgər bərabəryanlı trapesiyanın oturacaqları 7 və 15 cm olarsa, trapesiyanın yan tərəfinin uzunluğunu tapın. İlk olaraq biz bir kvadrat çəkməliyik. Bunun radiusu 8-dirsə, diametri olacaq 16. Və perimetri neçə olacaq? 16-sa 4-ə vuracam 16-nı, bizə verəcək 64. Və trapesiyanın oturacaqları bizə 7 ilə 15 veribsə, bizə yan hissələr lazımdır. Bax, bu hissələr lazımdır. 64-dən oturacaqların cəmini çıxacaq. İndi çıxarıq, görək cavabı neçə olacaq. 64-dən çıxıram. 15 ilə 7-nin cəmi 22-ni, qalır 42. Yan tərəflər bərabərdirsə, 42-ni də bölərəm 2-yə, 21 cm. Doğru cavabımız olacaq D variantı. Növbəti sual. 7 nömrəli sual. Axma sürəti 7 km olan çayda, katerin çayın axını ilə olan sürəti, çayın axına qarşı olan sürətindən 3 dəfə çoxdur. Katerin durğun suda 5 saata neçə kilometr məsafə getdiyini tapın. Kater yoxdur sürəti. X-dir. Çayın sürəti isə 7-dir.
Axın ilə olan sürət axına qarşı sürətdən 3 dəfə çoxdur. Yəni x plus 7 axın ilədir, x minus 7 isə axına qarşıdır. Az olan hissəni 3-ə vuracam. Vuracam buranı 3-ə. X plus 7 bərabərdir 3x minus 21. 2x bərabərdir 28-ə, x də bərabərdir 14-ə. Kater 14-dür, çay 7-dir. Bizə deyir 5 saat durğun suda. Getdiyi məsafəni tapın. Elə 14-ü biz vuracağıq 5-ə, 70 kilometr gedəcək. Doğru cavabımız C variantında. 8 nömrəli sual. Perimetri 36 cm olan kvadratdan sahəsi 27 cm kvadrat olan düzbucaqlı kəsib götürdülər. Qalan düzbucağın perimetrini tapan. Kvadratın sahəsi 36-dırsa, tərəf neçədir? 6-dır. Yox, burada kvadratın perimetri 36-dır. Deməli, kvadratın perimetri 36-dırsa, 4-ə bölsək, kvadratın tərəfi olacaq 9. İndi baxaq, yəni kvadrat bu qaydada 9-dursa, bizə deyir ki, düzbucaqlı kəsib götürdülər. Bunu düzbucaqlı kəsib götürsək, bir tərəf 27 sahə verirsə, biz 27-ni bölərik 9-a. Olacaq 3. Yəni, bax, bu hissədən kəsib götürsə, bura olar 3, bura 9. Çünki bu qaydada 3, 9-un 27. Sahə verəcək 27. Yerdə hansı hissə qalır? 9-dan 3-ün götürmüşəmsə 6-sı qalır. Bura 9 olaraq qalacaq, dəyişməyəcək. Və perimetri istəyirsə, düzbucağın perimetri P bərabərdir A plus B vur 2 düsturundan tapırıqsa, 6 ilə 9-u toplayıb vuracaq 2. 30. Doğru cavab A variantında. Növbəti sualımız 9 nömrəli sualdır. Deyir ki, ölçüləri 5 cm, 6 cm və 8 cm olan kuboiddən ölçüləri 2 cm, 4 və 5 cm olan kuboid kəsib götürdülər. Və kəsib götürdülər, qalan fiqurun həcmi neçə santimetr kub olar? Birinci kuboidin həcmi V bərabərdir. A vurulsun, B vurulsun C düsturu ilə tapılır. Yəni, bu kuboiddən deyək ki, buradan bir kiçik kuboid kəsib götürəcəklərsə, birinci həcmi tapmalıyıq. 5 vur 6 vur 8. 5 6 30, 8-ə vursaq 240. Və kuboid kəsib götürdülər. Qalan fiqurun həcmini tapın. Ölçüləri də neçədir? 2-dür, 4-dür, bir də 5-dir. 2, 4-ün 8, 8 də 5-ə vursaq 40. Bu həcmlə bu həcmi çıxacaq. 240-dan çıxacam 40-ı, qalacaq 200. Yerdə qalan həcm olacaq neçə? 200 santimetr kub. Keçək növbəti suala. 10 nömrəli sual. 10 nömrəli sualda nə deyir? Fidan ilə atasının bugünkü yaşları nisbəti 1 bölünsün 3'dür. 5 il sonra bu nisbət 3 bölünsün 7 olacaq. Fidan və atasının bugünkü yaşları cəmi neçədir? Baxaq. Fidan və ata. Buna x deyə, buna 3x deyə. Yəni 1 bölünsün 3'dür. 5 il sonra buna da 5 gələcəm, burada 5 gələcəm. Və bu nisbət neçə olacaq? 3 bölünsün 7. Yazaq x plus 5 bölünsün 3x plus 5 bərabərdir 3 bölünsün 7'yə. Bu hissəni 7'yə vuracam, bu hissəni 3'ə vuracam. 3 üçün 9x üstəgəl 15 bərabərdir 7x plus 35. 7x-dan 9x-dan 7'sini çıxsam 2x bərabərdir. 35'dən də 15 çıxanda 20. X də bərabərdir 10. Yəni hazırki nisbəti tapdıq 10.
Yəni indi Fidana onsuz da biz x yaş demişdik. Atıya isə 3x demişdik. Bu adam 10 yaşı varsa, bunun da 30 yaşı var. Yaşları cəmi neçə olacaq? 40 olacaq. Cavab A variantında. Növbəti sualımız. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 5600 alınan ən kiçik rəqəmləri müxtəlif tək ədədin rəqəmləri cəmini tapın. Biz yüzlüklərə qədər yuvarlaqlaşdıranda işimizi necə görməliyik? Həmişə ən kiçik ədəd tapanda 50 çıxırıq. Qalır neçə? 5550. 5550, amma bizə deyir ki, rəqəmləri müxtəlif tək ədəd olsun. Bu 5-ə toxuna bilmərik. 5-i yazıram. Bu 5-i dəyişəcəm. Müxtəlif olmalıdır. 6. Bu 5-in yerində biz nə yaza bilərik? 0 yaza bilərik. Bir də bura 1 yaza bilərik. Yəni bu şərti ödəyən 5601 olacaq. Bunun da rəqəmləri cəmi 12 verər bizə. Cavab C variantı. Növbəti sual. Ədədi 25-ə böldükdə alınan nahtaman qismət alına bilən ən böyük qalıqdan 3 dəfə kiçikdir. Həmin ədəd ən çox neçə ola bilər? Deməli, x ədədin bölürük 25-ə. Alına bilən ən böyük qalığımız 24-dür. Çünki ədədi 25-ə bölürəmsə, ən böyük qalıq 24 olacaq. Və bizə deyir ki, qalıqdan 3 dəfə kiçikdir. Bunu 3 dəfə kiçikdirsə, 8-dir bura. Həmin ədəd ən çox neçə ola bilər? Ən çox dediyinə görə qalığı bir də üzərinə gələcək 24-dür. Deməli, 25-i 8-ə vurub üzərinə də 24 gəlsək, olacaq 224. Doğru cavab B variantında qeyd olunub. Növbəti sual. Deməli, 13-dür. 3 ədədin ədədi ortası 70-dir. Bu ədədlərdən birincisi ikincidən 10 vahid çox, üçüncüdən 16 vahid azdır. İkinci ədəd neçədir? D, A ədədi olsun, B, C. Bu ədədlərin ədədi ortası 70-dirsə, 3-ü 70-ə vuranda 210 eləyir. Bu məlum. Bu ədədlərdən birincisi ikincidən 10 vahid çoxdur. Yəni, ikincisi x ise bu x plus 10'dur. Üçüncüdən 16 vahid azdısa x plus 26, 16 deməli 16 vahid azdısa bura olacaq 26. Şərt tamamlandı. Deməli 26. Və nəticə nəyə bərabərdir? 210'a. 3x plus 36 bərabərdir 210'a. 3x də bərabərdir 174'ə. X də bərabərdir 58'ə. İkinci ədəd neçədir? Elə 58'dir. Doğru cavab A variantında qeyd olunub. Növbəti sualımız 14 nömrəli sualdır. Hesablayın. Deməli 47232 üzərinə gəlsin 15984 böl 48 bölünsün 75 vurulsun 96 çıx 5841. Gəlin ayrı-ayrıca bunu hesablayaq. İlk olaraq burada bölmə əməli yerinə yetiriləcək. 15984'ü 48'ə bölsək 333 edəcək. Və 333 ilə 47235'i toplayacağım. Bu bizə verəcək 47565. Bu isə vurulmalıdır. 75'i 96'ya vursaq 7200 eləyəcək. 7200. Bundan da 5841'i çıxsam çıxacam. Nəticə nəyə bərabərdir? 1359'a. Və bu nəticəni 1359'a böləcəyik. Nəticədə cavabımız olacaq 35. Doğru cavabımız E variantında qeyd olunub. Növbəti sual imtahanlarda istifadə olunan sual tiplərindəndir. 167809 kiloqram hansı variantla bərabərdir?
Burada 1 ton yazılıb 16 sentner. Bu yanlışdır. 16 ton 16 mindir. Amma burada 167 min olmalıdır. Bu variantı da çıxırıq. 16 ton olanları çıxırıq. 167 ton 8 sentner 9 kilogram. Doğru cavab D variantında qeyd olunub. Növbəti sualımız 16 nömrəli sualdır. 300 böl 3 möhtərizə 3x plus 16 bölü 2 çıx 36 üzərinə 9 bərabərdir 24-də. İlk önce toplama əməlini yerinə yetirəcəm. 24-dən 9 çıxacam 15. 300-ü 15-ə böləcəm 20. 36 ilə 20-ni toplayacam 56. 2-yə vursaq 112 və 3x plus 16 bərabərdir 112-yə. 3x bərabərdir 96-ya. X də bərabərdir 32-yə. Və 32-nin rəqəmləri cəmi bizə nə verər? 5 verir. Doğru cavab E variantında qeyd olunub. 17. A vur 5 bərabərdir B böl 10 bərabərdir C vur 12 bərabərdir D vur 5 olduğunu görə aşağıdakılar hansı doğrudur? Bir müqayisə verib bizə. Burada iki şərt var. Əgər azdan çoxa istəyirsə, azdan çoxa vurma əməlindən başlayacaq. Yox, çoxdan aza istəyirsə bölmədən başlayacaq. Və yaxud qarışıq veribsə, baxaq. Vurma əməlindən birinci başlayacağım. Əgər ki, hərfin yanında əmsal böyükdürsə, ədəd kiçikdir. Ən kiçik C-dir burada. C kiçikdir A-dan. Vurmalar bitdi. Keçirib bölmələrə. Bölmədə böyük olan böyükdür, kiçik olan kiçikdir. A kiçikdir D-dən, D də kiçik olacaq B-dən. Çünki əmsalı kiçik olan dedik kiçik olur, böyük olan böyük olur. C kiçikdir A-dan, A kiçikdir B-dən, B də kiçikdir. Deməli, A kiçikdir, C kiçikdir A-dan, A kiçikdir D-dən. D də kiçikdir B-dən. Bu variant görək var. Olmasa əksi olacaq. Deməli, doğru cavabımız B variantında qeyd olunub. B böyükdür D-dən, D böyükdür A-dan, A da böyükdür C-dən. Cavabımız olur B variantı. Növbəti sual. Eni 8 metr, uzunluğu 12 metr olan hovuzu təmizləmək üçün bir gündən 40 metr kub suya 150 qram xlor tökülür. 6 gündə 5400 qram xlor işlənibsə, hovuzun hündürlüyünü tapın. İlk işimiz burada nədən ibarətdir? Yəni, bir də 150 qram 40 metr kuba 150 qram gedir. Biz bir gündə görə nə qədər var? Onu tapaq. 5400'ü bölürük 6'ya. Düşür 900. Bir gündə 900 qram xlor işlənir. Baxaq görək 9 qram xlorda nə qədər metr kub suya istifadə olunur. 900-də bölürük nəyə? 150-yə bölməliyik. Bərabərdir. 150-yə bölsək neçə düşəcək? 6 düşəcək. Bir gündə 6 dəfə istifadə olunursa, hər istifadədə 40 metr kub sudursa, 6'nı vurarıq 40'ya, 240 metr kub olacaq. Həcm nəyə bərabərdir? V bərabərdir A vur B vur C. 8 vur 12 vurulsun X bərabərdir 240'a. 240'ı da 96'ya bölsək, X bərabər olacaq 2,5'ə. 2,5. Deməli, bunun hündürlüyü nə qədərmiş? 2,5 metr. Keçək növbəti suala, 19 nömrəli sual. Deyir 60 sərnişin olan avtobusdan 9 kişi və 12 qadın düşür. Bundan sonra qalan qadınların sayı kişilərdən 2 dəfə çox olarsa, əvvəlcə avtobusda neçə kişi vardı? Deməli, qadın və kişi. 60 sərnişindən bir dəfə 9'u düşür, bir dəfə də 12'si düşür. 60'dan 9'dan 12'ni çıxıram.
Və say görə neçədən qalıb? 39 dənə. Qadınların sayı kişilərdən 2 dəfə çoxdursa, kişilərə x desək, qadınlara 2x desək, nəticə nəyə bərabər olur? 39-a. 3x bərabərdir 39, x də bərabərdir 13. Bu sonraki vəziyyətdir, amma əvvəlki vəziyyət istəyir. Deyir ki, neçə kişi vardı? 13 üzərinə 9 kişi düşübsə, 9'u qaytaracam, olacaq 22. Doğru cavab B variantında qeyd olunub. Növbəti sual 20 nömrəli sualdır. Malın 40%'nin qiymətini 40% artırdılar. 30%'nin qiymətini 20% azaltdılar. Qalan hissəsini isə dəyişmədilər. Malın ümumi qiyməti necə dəyişdi? Malımız 100%'dir. Bunun 40%'ni götürsəm, 40%'ni götürsəm, 40'ın 40%'ni artırsaq, yəni 40'ı 40'a vurub 100'ə bölsək, 16 eləyir. Artırsaq 40'ın üzərinə 16 gələcək, olacaq 56. Sonra bu 40'dan da bir də 30%'ni götürək. 30%'ni 20% azaldıq. 30'u vurarıq 20'yə, bölərik deməli 100'ə. 6% eləyir. 30'dan da 6% azaltsaq, qalacaq 24. Və yerdə qalan hissəsini dəyişmədilər. 100'dən 40'ı və 30'u götürmüşüksə, yerdə nə qalıb? 30'u qalıb. Bu dəyişməyib, 30 dəyişməyib. 56'nın üzərinə gələrəm, bir də 24'ü üzərinə gələrəm. Bu bizə verəcək neçə? 110. Amma əvvəl bizim faizimiz 100 idi, indi olub 110. Dəyişən nədir? 10% artımdır. Doğru cavabımız olacaq 10% artımı. Cavab D variantında. Suallarımız bu qədər. Növbəti sınav suallarımızda görüşənə dək sağ olun, salamat qalın.